Hz. Zeynəb İslam Maarif Mərkəzinin hədəfləri ilə tanışlıq. Hz. Zeynəb İslam Maarif Mərkəzi qadınları cəmiyyətdə, ailədə və dini sahələrdə mühüm rol oynamağa hazırlayan möhkəm və ilahi bir yol təqdim edir. Bu mərkəz Hz. Zeynəb Salamullahi əleyhanın təlimləri və şəxsiyyətindən ilhamlanaraq səbr, hikmət, cəsarət, fədakarlıq və ilahi prinsiplərə sadiqliyi əsas tutan nümunəvi bir model təqdim edir. Hz. Zeynəb İslam Maarif Mərkəzinin əsas hədəfləri: vilayət ruhlu və bilikli qadınların yetişdirilməsi. Mərkəzin məqsədi yalnız dini biliklərə sahib olan deyil, eyni zamanda ictimai məsuliyyətləri dərk edən qadınları yetişdirməkdir. Tələbələr İslamın həqiqi təlimlərinə bələd olaraq, ailədə və cəmiyyətdə təsirli və qabaqcıl bir şəxsiyyətə çevrilməlidirlər. Mənəvi və əxlaqi inkişaf. Hər bir tələbənin saf qəlblə, aydın düşüncə ilə formalaşması əsas hədəfdir. Mərkəz əxlaqi və mənəvi dəyərlərin tərbiyəsi ilə yanaşı, Allahla olan bağın gücləndirilməsinə önəm verir. Qadınlar hər bir vəziyyətdə ilahi məqsədləri əsas götürməli və Allahın razılığını ön planda tutmalıdırlar. Qadınların ictimai və mədəni rolu. Mərkəz qadınların yalnız ailə daxilində deyil, ictimai və mədəni sahələrdə də fəal və təsirli rol oynamalarını təşviq edir. Məqsəd qadını həqiqət və insanlıq səfiri olaraq yetişdirməkdir. Elm və həyat bacarıqlarının inkişafı. Tələbələrin dini elmlərlə yanaşı, həyat bacarıqları və müasir elmi sahələrdə də bilik əldə etmələrinə təşviq edilir. Bu bacarıqlar onlara ailə, cəmiyyət və iqtisadi həyatın müxtəlif sahələrində uğura aparacaq əsas vasitədir. Fərdi və ictimai məsuliyyətə hazırlıq. Mərkəz qadınları fərdi və ictimai məsuliyyətlərini dərk etməyə və onları layiqincə yerinə yetirməyə hazırlayır. Tələbələr başqalarına xidmət etməyi və öz potensiallarını tanımağı öyrənməlidirlər. İmam Zaman əleyhissalamın zühuru üçün hazırlıq. Mərkəzin uzunmüddətli məqsədi İmam Zaman əleyhissalamın zühuru dövründə fəal və hazırlıqlı olan insanları yetişdirməkdir. Tələbələrin bilməli olduğu əsas məqamlar. Bu mərkəz bilikli, müstəqil, təsirli və fədakar ruhlar tərbiyə edir. Məqsəd sizi bir müsəlman qadın olaraq ailənizdə, cəmiyyətinizdə və İslam dinində bəndəlik rolunu ən gözəl şəkildə yerinə yetirməyə hazırlamaqdır. Hər bir tələbə bu mərkəzdə özünü yalnız dini sahədə deyil, həyatın bütün sahələrində müstəqil və ilhamverici bir şəxsiyyət kimi hiss etməlidir. Siz dini, sosial və əxlaqi təlimlər sayəsində cəmiyyətdə nüfuzlu və təsirli bir rəhbərə çevrilə bilərsiniz. Hz. Zeynəb İslam Maarif Mərkəzinin tələbəsi olaraq sizlər yalnız fərdi inkişafınıza deyil, həm də ailənizdə və cəmiyyətinizdə müsbət dəyişikliklərə nail olmağa çalışırsınız. Bu məktəb sizə çətinliklər qarşısında iman, səbr və cəsarətlə dayanmağı öyrədir. Həmçinin sizi insanlıq, elm və əməl baxımından kamil bir nümunəyə çevrilməyə hazırlayır.